Kağızın səyahəti. Ağacdan kağıza. Kağız gündəlik həyatımızın ayrılmaz hissəsidir. Kitablar, dəftərlər, qəzetlər və bir çox qablaşdırma məhsulları ağacdan hazırlanır. Bəs ağac necə kağıza çevrilir? Bu proses bir neçə əsas mərhələdən ibarətdir. Kağızın səyahəti meşədən başlayır. Kağız hazırlamaq üçün ilk olaraq ağaclar kəsilir. Sonra isə odunlar fabrikə daşınır. Daha sonra odunların qabıqları soyulur. Qabığı soyulan odunlar xırdalanır. Xırdalanmış parçalar işlənərək lifli maddə olan selüloza əldə edilir. Kağızın əsas tərkibi də bu maddədir. Selüloza müxtəlif maddələrlə yuyulur və ağardılır ki, kağız açıq rəngli və keyfiyyətli olsun. Alınan maye kütlə halına gətirilir və nazik qat şəklində xüsusi lentlərin üzərinə yayılır. Artıq su sıxılır. Sonra isə isti silindirlər vasitəsilə kağız qurudulur. Hazır kağız böyük rulonlar şəklində sarılır və lazım olan ölçülərdə kəsilir. Ağacdan kağıza qədər olan proses həm uzun, həm də çətin bir istehsal yoludur. Bu səbəbdən kağızdan qənaətlə istifadə etmək və təkrar emala üstünlük vermək lazımdır. Bu, təbiətin qorunması üçün çox vacibdir. Videoların davamlı olması üçün kanala abunə olmağı, videoları bəyənməyi və fikrinizi şərhlərdə yazmağı unutmayın. Diqqətiniz üçün öncədən təşəkkürlər.